Ayın tarixini yaz, başlayaq tapşırığa. Birinci gün bilirsən də 29-udur. Bəli. Birinci 31, 39, üstə 11, üstə 25. Sən yan-yana yaz, amma mən burada lövhədə sənə belə alt-alta hesablama, yəni 3-ünü də hesablaya bilərik, 5-ini də hesablaya bilərik. Yəni belə alt-alta yazaq, belə hesablayaq, sən cavabı oradan yazarsan dəftərinə. Yəni amma dəftərdə yan-yana yaz. İndi birinci təhliklərini hesabla deyə görün mənə, bax lövhəyə bax. 9-un üstünə 1, 9-un üstünə 5 neçə eləyir? Mən bu eləyim əlim 15, 5 yazdıram, 1 yadda. Ay, sağ ol, 1 yadda yaz. Sonra, indi onluqları hesabla. Mən 3 üstə 1 gələm, 4 üstə 2, 6 üstə 1, 7, 75. Deməli, birincini köçürt, bərabərdir 75. Bəli. Yazdın? Bəli. Deməli, daha sonra 34, 12, bir də 16-nı toplamaq istəyirik. Yenə Hüseyin, tez təhqiqləri topla birinci. Mən təhqiqləri toplayanda müəllim eləyir 12 yazıram, 1 yadda. Ay, sağ ol, 1 yadda. İndi onluqlarımızı topla. Onluqları toplayanda müəllim eləyir, yadda 1 var isə müəllim eləyir bu 60. Vəssalam. Deməli, cavabımız elədi 62. İndi ikincini köçürt, yaz, bərabərdir 62-yə. Yazdım. Aha, keçək digərinə. Digərində nə eləyir? 40. Aha, 17, bir də neçədir? Üstü yerində 17, 40 gəlir. Bir də 40-dır. Bunu əslində şifahidə deyə bilərdik, rahatdır bu. Təhliklərimizi hesablayaq. Mən təhlikləri hesablayam, mən 7. Aha, afərin. Sonra onluqlarımızı. Onluqlar mənim 80, orada bir 90. 97 elədicəm. Bəli. Burada toplamanın qruplaşdırma xassəsindən də istifadə edə bilərdik. 2 dənə 40-ı bir toplayardıq. 80, 80 ilə də 17, 97. Yəni bunu heç alt-alta yazmasaq da daha rahat idi. Bəli. İndi Hüseyin 14, 15. Ay, sağ ol. İndi yenə təhqiqləri bir hesabla. Bəli. Təhqiqlərimiz nə verir bizə? Təhqiqlərimiz 14 verir, 4 yazıdan 1 yadda. Aha. Onluqlarımızı hesablayaq. Onluqları hesablayacağım, orada 20, orada 30, 50, 50, 1, 60, 64. Deməli, cavabımız eləyir 64. Bəli. Sonuncuya bax, sonuncuda yenə toplamanın qruplaşdırmasından eləyək, amma şifahi. Deməli, 7, 20, bir də 13. Hansı ikisini bir qruplaşdırım? Mən birinci burada təhqiqləri... Yox, bax, alt-alta yazmadım. Yan-yana yazmışam. Deyirəm ki, gəl burada toplamanın qruplaşdırma xassəsini tətbiq edək. Qruplaşdırmada necə idi? Əvvəlcə bizə rahat olan ikisini götürüb toplayırdıq, daha sonra digəri ilə toplamalıydıq. İndi hansıları götürün birinci? 20 ilə 13. Yox, bax, diqqətli olmadım. Fikir ver. 7 ilə 13 burada daha əlverişlidir. Nəyə görə? Çünki onluğa tamamlanır. Mən bu deyir 20, 20 nöşək 20, 40. Görsən, yəni bunu şifahi özüm belə yazdım ki, burada qruplaşdırmanı tətbiq edəsən. Yəni 7 ilə 13 daha əlverişli idi. Bəli. Sən qruplaşdırma yazma, elə köçürt, bərabərdir 40 yaz. Ehtiyac yoxdur. Bəli. Başqa da rəsmi yoxdur. Heç nə yoxdur buradan? Xeyr. Bəs ana dilim? Ana dilim bugün keçmədi. Aha, onda gəl hazırlıq dəftərimizi açaq. Kitabdan 1-2 səhifə işləyək əlavə. Ondan sonra keçək testlərim var. Sonra qayda kitabını açaq. Qaydadan bugün tapşırıq verəcəm. Bəli. Bugün sənin əlavə hazırlığın var? Bəli, var. 19-da. Hə, 7-də yaxşı. Eləliyək 7-yə qədər çataq. Bir də Hüseyin, sən sabahları ümumiyyətlə 6 bazar tez durursan, yoxsa mən sabah elə bir dərs buraxmışıq, onu keçmək istəyirəm. Dedim, görüm sənə tezdən səhər uyğundur, yoxsa uyğun deyil. Müəllim, sabahları müəllim 12-də sizin dərsiniz var, ya səhər mən dura bilərəm. 12-də sizin dərsiniz var, ya da 10-da zatda mən qoşa bilərəm. Hə, 10-da gün ortadan sonraya salarıq. Yaxşı, onda mən yazaram bəli başdan vaxtı.
Günortadan sonra eləyək. Çünki o saatlarda mən tədbirdə olaşam. Günortadan sonra eləyək dərsimizi. Bəli. Hazırlıq dəftərimizi açdıqsa, gəl belə eləyək. 9 deyirəm. Səhifə 23-də elə 5-i şifahi işləyək. Bəli. Aha. 5-ə fikir ver. Boş xanalara hansı ədədlər uyğundur? Elə baxaq bir 90 üstə neçə gələndə 100 eləyir? 10. Doğrudur. 60 üstə gələk, 20 üstə gələk, neçə gələk ki 90 eləsin? 10. Digərində 82 üstə neçə gələk 91 eləsin? 9. 9. 40, 35, bu cəm bizə neçə verir? 75. 75 üstə neçə gələk 95 eləsin? Ay, sağ ol, 20. Sonra digər cəmə bax, 90 üstə neçə gəlsək 98 alarıq? Mən 90 gətirmən 95 gətir. 5. 2 dənə 25-in cəmi nə verir bizə Hüseyin? 2 dənə 25 mən bizə 50. 50. 50 üstə neçə gələk ki 70 eləsin? 20. 20. 50 üstə neçə gəlsək 100 eləyər? 79-un üstə neçə gələk ki 95 alaq? 29 95 alaq. Amma 16. Deməli, neynədin? 95-dən çıxdın. Sonun halda xanıya neçə yazaq? 10 yazaq. 10 yazaq. Ümumiyyətlə, biz dedik ki, toplamanın komponentləri, bax, məsələn, yazırdıq ki, qaydada A plus B bərabərdir C, bu toplam əməlidir. Burada dedik ki, A da toplanandır, B də toplanandır, C də cəmdir. Düzdürmü Hüseyin? Bəli. Əgər toplananlardan biri məhcul olarsa, yəni bilinməzsə, o zaman məhcul toplananı necə tapırdıq? O zaman məhcul toplananı... Amma məhcul toplamaq üçün, mən toplananı tapmaq üçün, mən azalandan çıxardım. Azalan fərqdədir. Azalan çıxma əməlindədir. Cəmdən məlum olan toplamanı çıxmalıyıq. Bir də dedik ki, toplamanın 2 əsas xassəsi var idi. Biri yer dəyişmə xassəsi idi. Yer dəyişmə, yəni bax, məsələn, 17-nin üstünə 5 gələndə də 22 alırsan, 5-in üstünə 17 gələndə də yenə 22 almış oluruq. Yəni, toplananların yeri dəyişəndə cəm dəyişmir. Bəli. Aydındır. Bir də qruplaşdırma xassəsi var idi ki, bax, bayaq misal üzərində də əslində demişik bunu, bir də deyirik, misal üzərindən də dedik. Yəni, 2 dənə, məsələn, deyək ki, 3 toplanan veribdir. Hansı daha əlverişlidir, daha rahatdır? İkisini götürüb toplayırıq, daha sonra digəri ilə hesablayırıq. Bəli. Aha. Keçək 6-cı tapşırığa. Bəli. 6-cı bunları yazmayıbsınız ki, sinifdə? Xeyr. Hə, yəni deyirəm, yazmadığınız bir şey yazaq. 6-ya baxaq, 6-nın artıq dəftərində qeyd elə. Deməli, A bəndində nə verib sənə? A bəndində, Hüseyin, görsən tərəzi göstərilib. Bir tərəfinə 65 ilə 5 qoyub. Deməli, bərabər olmalıdır. Sual işarəsi, yəni boş xana. Belə yazaq. Deməli, digər tərəfdə, sol tərəfdə 65 ilə 5-in cəmidir. Sağ tərəfdə də yenə bunlara bərabər bir ədəd olmalıdır. Yəni, neçə yazaq? 70. Bəli, əlbəttə 70 yazsaq, bərabərliyin sağı solu eyni olar. İndi B bəndinə baxaq. B bəndində 13 üstə 17 üstə 56. Ay sağ ol. Deməli, bu bir tərəfdədir. 13, 56, bir də 17. Digər tərəf bu cəmə bərabərdir. Yəni, bilmirik neçədir. İndi hesabla görün, bu neçə edir? 86. Deməli, 13, 56, bir də 17 sənə verdi 86-nı. Bəli. İndi Hüseyin, C bəndində bir tərəfdə 86 ilə 14 cəmi var. Bərabərliyin digər tərəfində 50-nin üstünə məhcul bir ədəd gəlmiş, yəni bilmirik ədədimiz nədir. Deməli, bərabərliyin yenə solu sağı bərabər olmalıdır, amma şərtimiz var ki, boşxanaya neçə yazaq? Neyini yersən? Əvvəlcə bir izah elə görüm. Müəllim, mən birinci 84 üstə 14, 86 üstə 14.
4-ü toplayarıq. Ay, sağ ol. Aha. Eğer 100'den de çıxaram müəllim, yerdə qalır 50. Deməli, digər boş xanaya 50 yazmalıyıq. Keçək 7-ci tapşırığa. Bəli müəllim. Deyir ki, verilmiş kvadratda sətir və sütun üzrə ədədlərin cəmi 100-ə bərabərdir. Sətir sütun bilirsən nədir Hüseyn? Yəni, bax, indi göstərirəm, fikir ver. Deməli, belə verir. Yəni, bax, bu formada da eyni, bu formada da. Bax, oxlarla göstərirəm. Sətirlə sütun, yəni həm, bax, fikir ver, yuxarıdan aşağı, həm soldan sağa, cəm eyni olsun. Və deyir, cəmi 100 olmalıdır. İndi fikir ver, bura verib 20, burada verib 50. Altına neçə yazarıq bunun? Amma 80. Niyə? Və deyir, 100 olsun, ax, bax, oxlara bax. Yəni, bu istiqamətdə də hesabında 100 versin, bu istiqamətdə 100 versin. Neçə yazar? Ay, sağ ol, 30 yazar. Bir də burada bir dənə 20 veribdir. İndi 50-10 olan cərgəyə bax, o orta hissəyə bax. İndi ora neçə yazar? 40. Aha, 40. İndi 40-ın altına neçə yazar? Amma oraya yazaq ki, müəllim, burada 40 yazaq. Aha, burada 40 yazırıq. Bəs 30 ilə 40-ın arasına neçə yazar? Oraya 30 yazaq. 30 yazaq. Bəs 30, 10, bax o yuxarı hissəyə neçə yazım? Amma oraya yazaq 60. Vəssalam. Aydındır? Bəli, bəli. Aha, bunu çəkdin dəftərinə? Bəli, mən çəkdim. Qeyd elə, həm bütün yəni tapşırıqları hamısını nə olsa, indi elə bir şey olur ki, bəzən şifahi olur, o eyb yox. Amma bəzilərini mütləq şəkildə qeyd götürmək lazımdır. Lap belə tələsəndə əlinlə çəkməyi öyrən, eyb yox. Şərt deyil ki, xəttkeşdən istifadə edəsən. Hazırlıq dəftərində olar, heç nə olmaz. Keçək 8-ə. Bəli. Yazdın? Bəli. Aha. İndi 8-də məsələdir. Uşaqlar deyir 3 avtobusla gəzintiyə çıxdılar. Birinci avtobusda 35. Bura yazıram. 1, 35. İkincidə isə 25 uşaq var. Bu da ikinci avtobusumuz olsun. Burada da 25 uşaq var. Deyir, üçüncü avtobusda ikinci avtobusdan 13 uşaq çoxdur. Yəni, nə qədərdir? Amma bu 38. Ay, sağ ol. Deməli, 25 ilə 13-ün cəmi bizə verdi 38. Bu sayda oldu 3-cü avtobusdakı uşaqların sayı. Birinci sualda elə onu soruşur. Deyir, 3-cü avtobusda neçə uşaq var idi? Deməli, 3-cü avtobusda 38 nəfər uşaq var idi. İndi sonra soruşur ki, Hüseyn, gəzintiyə cəmi nə qədər uşaq gedibdi? İndi bunu tapmalıyıq. Bəli. İndi nə etməliyik? Bunları toplamalıyıq. Yəni, hər üçünü toplamalıyıq ki, görək cəmi nə qədər şagird gəzintiyə gedib. Əvvəlcə təhlillərimizi hesablayın yenə tez. Müəllim, bu eləyir 18. 8 yazırıq bir yadda. 3 isə 2, 5. Bəli. Mən bu onluqlarda eləyir. 8 üzrə 1, 9, 98. Aha. Deməli, birinci sualımızın cavabı oldu, bax bu. İkinci sualımızın da cavabı oldu. Gəzintiyə cəmi 98 uşaq getmişdi. Bəli. Qeyd elə dəftərinə. Qeyd elədim. Keçək 9-a. Bəli. 9-da cədvəl veribdir. Deməli, cədvəldə dayanacaqdakı maşınların rənglərinə görə sayları verilir. Bəli. Cədvələ əsasən suallara cavab verin. Deyir, dayanacaqda cəmi neçə maşın var? Cəmi deyirsə, bax, birinci sualın cavabı. Deyir, dayanacaqda cəmi neçə maşın var?
Hamısını toplamalıyıq. Gəl alt-alta yazaq, sən hesabla. Birinci yenə təhlükləri hesabla Hüseyin. Təhlüklər eləyir. Mən o eləyir 22 yazıram ki, yatdı. 20 eləyir. 20 eləyir. 0 yazırıq, bəli, bax. 7 ilə 3, 10. Bax, bunlar da 10 eləyir, bu da 10 eləyir. 2 dənə 10 elədimi? 20. 0 yazıram, 2-ni yadda saxlayıram. İndi onluqları hesabla. Onluqlarda da 70 müəllimə. Burada 2 var, 90. Ay, sağ ol. Deməli, biz tapdıq ki, birinci sualın cavabı, bax, elə də yazırsan. 1 qoyursan, yəni birinci sualın cavabı dayanacaqda 90 maşın var. Bəli. Bunu yaz. Mən yazdım. İndi ikinci suala baxaq. Deyir, hansı rəngdə maşın daha çoxdur? Müəllim, ağ rəngdə. Əlbəttə. Ağ rəng daha çoxdur. Çünki 49 maşın var. Bəli. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, hansı rəngdə maşın daha azdır? Müəllim, qara. Aha, doğrudur, qara. Niyə? Çünki neçədən ədəd sayıb? 11. 11-dir, cədvəldə ən kiçik ədəddir. Daha sonra deyir ki, sonuncu sualda yazdım bunları, bu sualları cavablandır ha dəftərində. Sonuncu sualda Hüseyin deyir ki, ağ və boz maşınların birlikdə sayı. Aha, indiyə bunu ayrıca hesablayaq. Ağ və boz maşınların sayı nə qədərdir? Ağ, boz. Yəni 49 üstə gələk, ben mötərizədə yazıram. 49 üstə gələk 13. Qırmızı və qara maşınların sayına, yəni çıxıram. Nəyi çıxıram? İndi gəl baxaq. Qırmızı ilə qaranın cəmini, qırmızı 17-dir. Düzmü 11, 17. Qara 11. Bunu hesaplamalıyıq. Bu cür hesablamada nə etməliyik? Əvvəlcə birinci mötərizəni, sonra ikinci mötərizəni, daha sonra çıxma əməlini. Müəllim, mən bu birinci hesabladım 62. İkincidə eləyir. Müəllimə 20, orada var 28. Aha, indi 62 ilə də 28-in fərqinə baxırıq. Aldıq ki, 34 ədəd çoxuymuş. Amma 30, hə 30 da mənim. Aydındır? Bəli. Aha. İndi gəl keçək səhifə 24-ə. Bəli. 3 rəqəmlər toplaya bilirik də. Bəli. Bəli, mənim. Məsələn, gəl bir neçəsini yazın. Bax, deyək ki, 578-in üstünə gəlirəm 119-u. Bunu necə toplayıram? Əvvəlcə təhlüklərini, yəni 2 rəqəmlidə necə toplayırıq Hüseyin? Heç nə dəyişmir. 3 rəqəmli də olsa, 4 də olsa, 5 də olsa qaydamız eynidir. Birinci 8-in üzərinə 9 gəlirəm. Bu nə verir mənə? 8-in 9 gəlirəm, 17, 7 yazıram, 19, 17 bəli. Bir yaddadır. 7 ilə 1-i topladım, 8, bir də yaddaydı 9. 5 ilə də 1-i toplayıram, elədi 697. Aydındır? Bəli. Gəl indi misallar üzərindən baxaq. Görək bizə nə istəyir. Bələdçidən başlayaq mı? Elə səhifə 24-də bələdçidə misallar var. Bəli, mən başlayaq. Bir dəqiqə mən açım. Deməli, aç, kitab zəhmət olmasa səhifə 24-dür. Mən başladım. İndi A variantına fikir ver. Gör hansı ədədlə hansı ədədi toplayır. Gəl baxaq bərabər. Mən burada 335-nə. Aha. 335-nə. 122-nə. Ay, sağ ol. 122-ni toplayır. Gəl toplayaq. İndi bərabər. Təhlüklərimiz neçə eləyir? 5 ilə 2-nin cəmi. 7. 7. 3 ilə 2-nin cəmi. 5. 5. 3 ilə də 1-in cəmi 4. Deməli, bu cəm bizə 457-ni verdi. Bəli. Yazırsan dəftərinə? Mütləq yaz. Keçək B variantına. Bəli.
İndi bax görək B variantında hansı ədədləri toplayır. Müəllimə, 546. Ay, sağ ol. Birinci toplananımız 546'dır. İkinci neçədir? İkinci isə 101'dir. 101'dir. Bəli, onluğu yoxdur, verməyin. Yenə təkliklərimiz bizə neçə verir? Təkliklərimiz bizə müəllim 6-7. 7 verir. 4 ilə 0'ı topladıq, aldıq 4, 5 ilə də 1-in cəmi elədi 6. Deməli, bu cəmdə bizə 647'ni verdi. Bəli. Keçək səhifə 25'də 1'ə. Bəli. Olar tez-tez özün hesabla. Mən yoxlayım. Amma Bəli. Hesabladın Hüseyin? mən bəli. Aha. Cəmləri denən bir-bir. Birinci 500. Aha, doğrudur. İkinci? İkinci 720. Doğrudur. Üçüncü? Üçüncü 175. Üçüncü 143 ilə 5'i toplayır. Saçdım 148. 148. Aha, sonra 175. Daha sonra neçə? 978. Aha. 849. Aha, sonuncu? 695. Ay, sağ ol. Aferin. Keç ikinciye. Hüseyin, 10 dəqiqə sonra dərs belə deyək də dayanır fasiləyə. Tez qoşularsan, yaxşı? Bəli. Çünki 7-də dərsin var, vaxtımız çox getməsin. Hüseyin, burada deyir ki, ədəd oxunda, bir neçəsini ədəd oxunda təsvir elə. Bax, deyək ki, ədəd oxunu çəkirəm. Bax, bura olsun 203. Üzərinə 6 gəlib. Ədəd oxunda bax, bu cür göstərə bilərsən. Bax, bu şəkildə ədəd oxu çəkib göstərə bilərsən. Elə dəftərində bir neçəsini bu cür göstərək. Başa düşürsən də, bax 203 buradadır, qeyd elədim. Bunu da üzərinə 6 gəlmişəm, yəni 6 vahid. Almışam 209'u. Dəftərinə çək bunlardan. Aha, gəl digərini göstərək. 600 buradır, deyək ki. Üzərinə 40 gəlib. Neçə eləyir? 640. Bəli. Burada plus 40 yazıram ki, yəni buradan bura 40 vahiddir. Sonra 334 üstü 62. Aha, deyək ki, bura olsun 334. 334'ün üstünə neçə gəlir? 62. Nə alır? 396 elə. 396 bəli. Üstə gələk 62. Bunu da belə yaz. Bəli. Qalanlarını alt-alta yaza bilərsən.
Bu sahəsədir 508. 504-dən 4 nə verir bizə? 508. Aha. Sonra müəllim 251-dən 18. Yox, düz oxu. Düz oxu 118-dir. Bu neçə verir? 69. Ay, sağ ol. 369. Sonra nə var? 953 ilə 950-sini 33. Mən bu bu neçə ili verir? mən 986. Aha, doğrudur. Bir də sonuncu var. 534 ilə neçə? 161. 161. Mən bunu toplayanda eləyir. O da 5 mən bu eləyir 695. 695, bəli. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyir ki, mərtəbə qiymətlərinin cəmi şəklində göstər. Hüseyin, birinci misalı yazaq. 327 üstə gəlinsin. 122. Deməli, birinci yüzlüklərimizə baxırıq. Bax, birinci yüzlükləri toplayırsan mötərizədə. Mən bu ili 400. Dayan tələsmə. Daha sonra onluqlarını toplayırsan mötərizədə. Bəli. Bir də təhliklərimizi toplayırıq mötərizədə. Sonra keçirik bir-bir mötərizələrin cavablarını yazırıq. 449. Ay, sağ ol. Deməli, cavabımız elədir 449. Sadəcə olaraq deyir ki, açıq şəkildə yaz, ona görə yazırıq. Yoxsa rahatdır, hesablamada problem yoxdur. Bəli. Yazdın bunu? Bəli, müəllim. Aha, keçək digərini yazaq. Mən digərdə 560. Eyni bayaqki kimi yüzlüklərini bir yığırıq. 500-lə 200-ü bir yığdıq. Bəli. Araya 600 toplama qoyuram. 60-la yox. 60-la 30-u bir toplayırıq. 4-lə də 2-ni, yəni təhliklərini də bir toplayırıq. Yüzlüklərimiz bizə verdi 700, onluqlarımız 90, bu da 6. Deməli 796. 796. Ay, sağ ol. Dəftərinə qeyd elə mütləq. Bəli. Keçək digərinə. Bəli, mən keçək. İndi Hüseyin 304 ilə 444 ilə səhv etmirəmsə bax səndə. Aha. İndi yüzlüklərimiz 300 ilə neçədir? 300 ilə 400. Ay, sağ ol. Onluğumuzun biri 0-dır, biri 40-dır. Təkliklərimiz də hər ikisi 4-dür. Deməli, yüzlüyümüz bizə verdi 700, onluqlarımızın cəmi 4, təhliyimizin də cəmi 8. Cavab elədi neçə? 748. Bəli, doğrudur. 748. Bunu da yaz. Mən yazdım. Daha sonra hansı qaldı? 512 ilə 201. Onları evdə yaza bilərsən özün davamını. Vaxt itirməyək, məsələlərə baxaq. Bəli, mən yaza bilərəm. Eynən mən yazdırdığım kimi. Bəli. Hə, sabahları yoxlayacağam. Elə onu da 4-də. 4 beləcə hesablamadı. Gəl 5-ə baxaq. 5 məsələdir. Bəli. Kitabında sadə qələmlə yüngülcə işarə qoy. Bil ki, hara qədər yazmışıq. Qalanını yazarsan sabah üçün. Hüseyin, 5-ə baxaq. 5-də məsələ ver. Deyir, hovuzda 750 litr su var idi. Bəli. Çəndən hovuza 128 litr su əlavə etdilər. Hovuzda neçə litr su olub? Müəllimə, burada bir-birini toplayırıq bunları. Mən bunu toplayanda eləyir 878. Ay, sağ ol. Bax, deyək ki, bu qədər doludur.
biraz da əlavə ediblər. Əlavə elədikləri də 128 litrdir. Deməli, sən 750 ilə 128-i toplamalısan ki, görəsən çəndə nə qədər su var. Deməli, neçə litr su oldu? 878. Bəli, hovuzda 878 litr su oldu. Gəl 6-cı məsələyə baxaq. Bəli. 6-cı məsələdə Heyvanlar Aləmi kitabının qiyməti 3 manat 20 qəpik. Şəkilli təcrübələr kitabının qiyməti isə 5 manat 70 qəpikdir. Bu iki kitabı almaq üçün nə qədər pul ödəmək lazımdır? Müəllim, biz bunları toplayacağıq. Birinci 8 manat, üstə də bu şəkildə toplaya bilərsən yenə alt-alta. Heç bir şey, yəni deyək ki, itirmirik də. Yəni yana da yazsaq, alt-alta da hər ikisi asandır. Bax, bu şəkildə yaza bilərsən 5 manat 70 qəpik. Deməli, qəpikləri toplayırsan. Neçə elədir qəpiklərimiz? 90. 90 qəpik, neçə də manat? 8 manat. Ay, sağ ol. Deməli, bu kitabları almaq üçün 8 manat 90 qəpik pul lazımdır. Aydındır? Bəli. Hüseyin, qayda kitabın yanında. Bəli, burada bir dəqiqə götürüm gəl. Kitabın yanında bir məlumat verəcəm, haraları öyrən, sabah üçün sual cavab edək, başlayaq yavaş-yavaş qaydalara. Bəli, müəllim. Burada. Səhifə neçəri mən deyim onu deyəm. Yox, hələ ki yanında saxla, dərsin sonunda məlumat verəcəm hansıları. Biraz təkrar edərik sual cavabla. Gəl ona kimi fasilə vaxtımızda az qalıb əslində. Amma yenə də qoşulursan anında. Bəli. Mənim bu fasilə olacaq ha. Aha. Mənim orada məsələ demişdi anam bir dənə uşaq var idi, onu qoşulacaqdı. Mənim özləri müraciət eləyər. Özləri müraciət eləyər, kursonlar da əlavə edir qrupa. Bəli. Gəl baxaq, hələ ki deyəsən vaxtımıza var 2 dəqiqə. Fikir ver, ana dili suallarıdır. Birinci sualda dedik ki, hansı uyğunluq yanlışdır? Mənim burada şənbə yazıblar. Əslində doğru yazıcı şənbə olmalıydı. Aha. Sonra tütək yazıblar, tütək yazıblar. Mənim burada tütək olmalıdır. Sən tələsmə. Variant tapşırıqdan. Bax, yanlışdır. Fikir ver, şənbə yazıb, doğru yazıb. Bu doğrudur. Xeyr. Elə deməli bizə lazım olan cavab budur da. Diqqətlə bax. Bax, B variantında tütək doğru yazılışdı, tütək yanlışdı. Qanad doğru yazılışdı, yanlışı qanaddır. Keyfiyyət 2 dənə y ilə doğrudur, 1 y ilə yanlışdır. Deməli bizə lazım olan, elə uyğunluq yanlış olan cavab A variantıdır. Şənbə doğru deyil axı. Bəli, müəllim, səhvdir. Ona görə sən birinci cavabı adladın, getdin, elə bax səhv orada elədik. Çünki şənbə yazılmalıdır, şənbəni yazıb, mu ilə yazıb doğru verib. Yəni burada cavab A variantıdır. Bəli. Şimdi ikinci suala baxaq. Deyir, hansı sözlərdə nöqtələrin yerinə D hərfi yazılmalıdır? Müəllim, bir də sizə şey deyim, bu neydi o? Buyur. Dinləyirəm, deyim. Heç. Yaxşı. İndi fikir ver. Bax, gəl cavabları artlama üsulundan tapaq variantımızı. 2-də qənd yazılıb, deməli burada D-dır. Düzdürmü? Qənd. Bəli. Mən baxıram, bax A-da 2 yoxdur, qalanlarında 2 var. Deməli A-nı çıxartdım cavabların içindən. Bax 5-ə fikir verirsin, 5-də də D yazılmalıdır, çünki kəndir. Deməli mənim cavablarımın içində 5 də olmalıdır. B variantı da getdi. Deməli cavabım ya C-dir, ya D-dir. İndi
Bax, 3-ə fikir ver, mühit, t yazılır. Deməli, 3 olan cavab səhvdir. Yəni, 3 mənə lazım deyil. Görürsən? Bax, cavabları artlamaq üsulumuz budur. Birdə də su yazılıb, süddür. Yəni, d əlavə eləməliyik. Ona görə də doğru cavabımız C variantıdır. Bəli. İndi 3-ü sən izah edə bilərsənmi? Oxu görüm Bəli. Deyir ki, nağıl və hekayələrdə rast gəlinən indi istifadə olunmayan sözlər nə adlanır? Mən köhnəlmiş sözlər. Ay, sağ ol. Arxaizmlər də deyirik, köhnəlmiş sözlər də deyirik. Bəs yeni sözlər necə adlanır? Yeni sözlər, milli sözlər. Neologizmlər də deyirlər. Bax, bəzən yeni söz verməz, variantda neologizm görərsən. Bil ki, yəni yeni sözlər neologizmlərdir. Bəli. Deməli, 3-də cavab C-dir. Mətni oxu, zəhmət olmasa. Bu mətni? Bəli, bəli. Bəli. Müəllim yeni heyvanxana haqqında uşaqlara məlumat verirdi. Bu Nigarın marağına səbəb oldu. O cümə günü anası ilə heyvanxanaya getdi. İlk olaraq quşların qəfəsinin qarşısında dayandılar. Müxtəlif növ quşlar vardı. Daha sonra fillərin olduğu yerə getdilər. Nigar fillərin çox sevdiyi. Kanada ən çox diqqət çəkən fillər oldu. Evə gedib onlar haqqında geniş araşdırma aparacağına qərar verdi. Bütün heyvanxana gəzdikdən sonra bələdçi onlara balıqların olduğu yeri göstərdi. Ən sonda balıqların olduğu ən sonda balıqların olduğu yer ilə gəzintini sonlandırdılar. Gözəl bir gün keçirib, evə qayıtdılar. İndi tələsmə, səbirli ol. İndi 4-cü sual mətndən bağlıdır. Gör nə istəyir səndən? Deyir ki, mətnin baş qəhrəmanı kimdir? Kim idi mətnin baş qəhrəmanı? Nigar. Yəni, hansı variant? A. Ay, sağ ol, A variantı. 5-ci suala bax. Müəllim, mətndə əsas epozit hansıdır? Burada epizod nə oldu? Bax, dünən də sual səhv yazmışdın. Nə oldu epizod? Hekayədə baş verən kiçik bir hissə eləyir. Bəli, bitmiş bir hissə. Yəni, artıq orada fikir aydındır da, bitib. Səncə hansı variant uyğundur? Əsas epizod nə idi? Müəllim, C variantı Nigarın fillərini çox sevməsi. Bəli, filləri çox sevməsi burada əsas epizodlardan biridir. 6-cı suala baxaq. 6-da nə deyir? Deyir ki, aşağıdakılardan hansı mətndə iştirak edən köməkçi obraz deyil? Hansı köməkçi? Əlbəttə fermer. Bax, orada fikir ver, müəllimlə başlayır. Sonra Nigar kimdən gedir heyvanxanaya? Anası ilə. Orada bələdçi balıqlar haqqında məlumat verir, amma fermerin adı mətndə çəkilmir. Bəli. 7-ci sual oxu. Mən deyir ki, hansı bəddə yoğunluq bozulub? İndi diqqətli ol. Mən deyir ki, çələng. Mən çələngi C yazdım. Mən bu doğrudur. Əlbəttə doğrudur, bəli. A variantı doğrudur. Yəni, A bizə lazım deyil. Mən sonra səhəng. Mən səhəng də doğru yazdım. Çünki G ilə yazılır, bəli. B variantı da bizə uyğun deyil. Sonra biz səhv axtarırıq. Müəllim, burada örpək. Mən bu doğrudur, örpək. Yəni, K hərfi ilə yazılıb, doğrudur. Doğrudur. Müəllim, amma axırıncı səhvdir. Axırıncıda nə olmalıdır? Dərnək, K olmalıydı, dərnək. Aydındır, Hüseyin? Bəli. Aha.
İndi 8-ci suala bax, riyaziyyatı tamamlayaq, daha doğrusu ana dilini tamamlayaq. Qaydadan biraz sual cavab edeyim, evə qaydadan da tapşırıq verəcəm. 8-ci sualı oxu, zəhmət olmasa. Köhnəlmiş söz hansı cümlədə işlənib? Aha, bir variantları oxu, səbirlə, tələsmə. Dipçəyə yeni çiçəklər əkdik. Burada köhnəlmiş söz yoxdur. Kətdəki meşə qoruq elan olundu. Aha, var səncə burada köhnə söz? Mənim qoruq yox. Yox, köhnə söz deyil. Aha, sonra digər variantları oxu görüm. Kənd sahilləri qəhrəmanı hörmətlə qarşıladılar. Aha, kənd sakinləri qəhrəmanı hörmətlə qarşıladılar. Var burada köhnə söz? Aha, digər variantı oxu görüm. Mən qoca əbasının çiynini salıb kəndə dolaşmağa başladı. Mən burada var. Aha. Burada D variantı, çünki əbası müəllim köhnəlmiş sözdür. Əba, belə deyim də, dini geyim sayılır. Həm də ona görə köhnə sözdür. Yəni dini paltardır, amma köhnə sözdür. Yəni hal-hazırda elə bir söz işlətmirik biz. 9-cu suala baxaq. Deyir, hansı bətdə hər iki söz səhv yazılmışdır? Müəllim, burada birinci müşkül sözdür, fişəng sözdür. Müəllim, bu doğru yazılıb. Aha. Sonra B, örpək pambıq. Müəllim, bu da doğru yazılıb. Sonra D, təyyarə dəstə. Müəllim, bu da doğru yazdım, amma D səhv yazılıb. Sevinç, əlah. Müəllim, bu tərcümə deyil. Yox, tələsdin. Fikir ver. C bəndində sevinc C ilə yazılır. Düzdür mü Hüseyin? Bax, sevinc yazırıq C. Burada sözün biri səhvdir. Amma sənə deyir ki, fikir ver, burada deyir, hər iki söz səhv yazılıbdır. Onu D variantıdır, təyyarə. Bəli, təyyarədə 2 dənə Y olmalıdır. Fikir ver, Y-nın birini yazmayıblar. Dəstə də yox, nə yazılmalıdır orada? Amma dəstə. T hərfi yazılmalıdır. Bəli. Aydındır Hüseyin? Bəli. Ona görə də doğru cavab olaraq D variantıdır. Bizə lazım olan cavab. Yəni D variantında sözlərin hər ikisi səhv yazılıb. Bəli. Onda epozit nədir? Mənim bu çox asandır, C variantı. Epozit yox. Düz oxu görüm o sözü. Epizod müəllim saçdım. Ay, sağ ol. Epizod nədir? Epizod nə idi? Bitkin bir hissə. Bitkin bir nədir? Bəli, doğru cavab C variantıdır. Sonra riyaziyyat gəlir. Riyaziyyata baxmayaq. Gəl qayda kitabını aç. İlk səhifəsini aç sən.